Yaddaşlar, başlayaq. Təlim üsullarını keçdik. 32 dənə üsul var idi, hər birini öyrəndik. Və üsullardan sonra öyrənməli olduğumuz ilk dərs odur ki, təlim formaları. Yaddaşlar, təlim formaları 4 yerə bölünür. Fərdi, cütlərlə, qruplarla və kollektiv formada. Adından da göründüyü kimi, bunlarda sadəcə biz nə edirik? Prosesdə iştirak edəcək insanların sayını müəyyənləşdiririk. Və yaddaşlar, biz təlim forması seçərkən nəyi nəzərə almalıyıq? Alt standartı, təlim nəticəsini, ondan sonra seçdiyimiz təlim üsulunu, şagirdlərin sayını. Bax, bu tip xüsusiyyətləri nəzərə almalıyıq ki, biz neyləyək? Düzgün təlim formasını seçə bilək ki, daha effektiv dərs keçək. İlk təlim forması yoldaşlar hansıdır? Fərdi iş. Fərdi işdə necə olur? Hər kəs tapşırığı özü fərdi formada yerinə yetirir. Heç bir, yəni, qrup yoldaşı ilə bir yerdə olmur. Bu daha çox, yəni özünə qapanıq, insanlarla ünsiyyətdə olmağı sevməyən uşaqlar üçün daha uyğundur. Fərdi iş formasının yoldaşlar müsbət xüsusiyyətlərinə gələk. Dediyim kimi, müəllimə şərait yaradır ki, hər uşağın səviyyəsini ayrı-ayrı izləsin. Hər uşağa da şərait yaradır ki, müəllim tərəfindən öz zəif tərəfləri müəyyənləşdirilsin. Ondan sonra şagirdlərin özünü tək başına düşünməsi üçün müstəqil vaxtları olur, şəraitləri olur. Şagirdlər də özü ilə formalaşır. Müəllim qiymətləndirmə apararkən şagirdə daha geniş rəy verə bilir, daha belə dəqiq məlumat əldə edə bilir ki, şagird nəyi yaxşı bilir, nəyi bilmir. Şagird özünün də zəif, güclü tərəflərindən xəbərdar olur. Müəllim fərdi ehtiyaclarına uyğun olaraq şagirdlərə, necə deyim, xüsusi yanaşma göstərə bilir. Və fərd daxili intellekt tipli uşaqlar üçün, yəni özünə qapanıq, ünsiyyətdə olmaq sevməyən uşaqlar üçün bu daha uyğundur. Bəs çatışmazlıqlar nələrdir? Birinci, sosial həmrəylik olmur, yəni insanlar ünsiyyətdə olmurlar. Əməkdaşlıq, ünsiyyət bacarıqları inkişaf eləmir və bu müəllimin dərs yükünü xeyli artırır ki, müəllim neyləməlidir? Şagird sayı çox olanda hər bir şagirdə ayrıca rəy verməlidir, onları qiymətləndirməlidir. Bu da vaxt və yorğunluq baxımından müəllimə yük olur. Bəs yoldaşlar, fərdi iş zamanı qiymətləndirmə necə aparılır? Yoldaşlar, yadda saxlayın ki, bütün iş formalarında müəllim qiymətləndirmə meyarlarını neyləməlidir? Əvvəlcədən bütün şagirdlərə elan eləməlidir ki, şagirdlər bilsin ki, necə qiymətləndirəcəklər. Burada, yəni sadəcə müəllim qiymətləndirmə aparmır. Necə deyim? Özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmədən istifadə oluna bilər. Yəni müəllim də qiymət verə bilir şagirdə, şagird özünə də qiymət verə bilir və digər şagirdlər də bir-birinə neyləyir? Qiymət verə bilir. Burada da baxın, nümunələr var, qiymətləndirmə zamanı necə istifadə eləmək olar. Burada da görürsünüz ki, səviyyələrə bölüb. Baxın, məsəl üçün, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə. Bu nədir? Birinci səviyyə, o deməkdir ki, yəni sən başlanğıc səviyyədə bilirsən də bu məlumatı, ümumiyyətlə səhv eləyirsən. Dördüncü səviyyə doğru neyləyir? Bacarıqlar təkmilləşir. Özünü qiymətləndirmək üçün də baxın burada nümunə var, cədvəl verib. Şagirdlər nə edə bilər? Özlərini bu formada qiymətləndirə bilər. Sonra da gəlir cütlərlə iş. Cütlərlə işdə nə olur? 2 nəfər bir yerdə işləyirlər. Bunun üstün cəhəti nədir? Tək olmadıqları üçün öz tərəfdaşları ilə problem birlikdə həll edirlər. Fikir mübadiləsi aparmağa şərait yaranır. Ünsiyyətdə olurlar, fikirlərini bir-biri müqayisə eləyə bilirlər və vaxt cəhdindən ilə irəli düşürlər. Biri var ki, bir nəfərə 5 dəqiqə düşür, 2 nəfər 10 dəqiqə düşür belə baxanda. Sonra şagirdlər bir-birini öyrənmə imkanları olur. Çatışmazlıqlar nələrdir? Şagirdlər bir-birinin fikrini yayındıra bilərlər, ümumiyyətlə söhbəti başqa yerlərə apara bilərlər. Olur da bəzən nadinc şagirdlər olur, dərs deməyə meyilləri olmur, dərs oxumağa və neyniyir? Qrup yoldaşını yoldan çıxardırlar ki, neynirsən oxuyaq, boş ver, get söhbət eləyək falan. Bir də ola bilər ki, cütlərdəki uşaqlar bir-birinə ümumiyyətlə dalaşan olsun. Yəni mən kimdənsə tutaq ki, problemliyəm, mənə həmin şagirdlə bir üstə qoyublar. Mən ümumiyyətlə neyniyəcəm? Problemi həll etməyə meyilli olmayacam. Cütlərlə iş zamanı yoldaşlar qiymətləndirmədə də yenə də müəllim əvvəlcədən meyarları təqdim eləyir. Burada müəllim də qiymətləndirə bilər, həm də qarşılıqlı qiymətləndirmədən istifadə eləyə bilərik. Burada da görürsünüz, cütlərin hər birinin adı yazılır və neyniyirlər? Nərmin Abbası qiymətləndirir, Abbas Nərmini qiymətləndirir. Sonra yoldaşlar gəlir qruplarla iş. Qruplarla işdə ən azı 3-6 nəfərlə təşkil olunur və burada əsas məsələ nədir? Şagird sayı çox olduğu üçün müəllim vaxt cəhdindən buradan qabağa düşür. Müsbət tərəflər ondan ibarətdir ki, əməkdaşlıq və ünsiyyət bacarıqları inkişaf eləyir. Müxtəlif fikirlər səsləndiyi üçün daha yaxşı ideyalar tapmağa kömək olurlar. Ondan sonra bütün iştirakçılar işə cəlb olunur. Sonra
Qrupun yəni uğurlu olması bütün şagirdlərdən asılı olduğu üçün hər bir şagirdə şəxsi və sosial məsuliyyət hissi artırır, komanda işini yaxşılaşdırır, şəxslərarası intellektdə, yəni belə deyib gülməyi sevən insanlara daha uyğundur, layihə problem əsaslı öyrənmədə yaxşıdır və sair. Burada yoldaşlar, ə, çətinliklər nədir qrup işi zamanı? Münaqişə mövzusudur. Bax, məsəl üçün olur da, bəzi uşaqlar olur ki, hegemonluq göstərməyə çalışırlar. Deyir, mən olacam lider, mən olacam lider və neynirlər? Başlayırlar digər uşaqlarla münaqişə eləməyə. Bax, bu problemlər qrup işinə mane olur. Sonra qeyri-bərabər iştirak. Bəzi uşaqlar neyniyir? Qrup işində olmağına baxmayaraq, oturur qıraqda, heç bir şey əlini vurmur və axırda da qrupla eyni qiyməti alır. Bu bir problemdir. Sonra vəzifədən yayınma. Tutaq ki, vəzifə bölgüsü eləmişik ki, mən filan işi görəcəm, siz filan işi görəcəksiniz. Mən öz işimi yerinə yetirmirəm, vəzifədən yayınıram. Bu da bir problemdir. Fərdi ehtiyacların qrup ehtiyacları ilə üstünlük təşkil etməsi. Dolayısıyla bu nədir? Yəni bəzən mən deyirəm ki, mən belə düşünürəm, qrupun nə düşündüyü mənə maraqlı deyil, belə eləyək. Yəni bu artıq fərdi ehtiyacların qrup ehtiyaclarına yəni üstə çıxmasıdır. Bu da doğru deyil. Və bu problemlər artıq qrup işinin çatışmazlıqlarıdır. Qrup işinə qiymətləndirmə zamanı yoldaşlar yenə də müəllim hazırladığı meyarları əvvəlcən şagirdlərə təqdim etməlidir. Burada əsasən nə edir? Müəllim şagirdləri və komanda üzvləri bir-birini qiymətləndirə bilərlər. Burada da baxın qiymətləndirməsi ilə bağlı nümunələr var. Sonra yoldaşlar gəlir kollektivli iş. Kollektivli iş forması adından da göründüyü kimi bütün sinif bir yerdə nə edir? Müzakirə aparır. Müsbət cəhətlər odur ki, uşaqlarda müzakirə mədəniyyəti, dinləmə, qarşılıqlı hörmət formalaşır. Sonra uşaq sayı çox olduğuna görə daha çox ideya, fikir təklif olur. Çatışmazlıqlar onunla ibarətdir ki, bəzi şagirdlər canlı müzakirəyə cəlb etmək çətin olur. Otururlar xüsusən ən arxada, müzakirəyə qoşulmurlar. Differensial yanaşma çətinliyi yarada bilər. Bəli, müxtəlif intellekt tipli uşaqlarda biz burada nə edə bilərik? Onları nəzərə almaya bilərik bəzən, çünki imkan olmur, çox olduğu üçün uşaq. Bir də sinifə əgər düzgün idarə etməsək, xaotik səs-küy yaranır. Yoldaşlar, baxın burada əsas məsələ nədir? Müzakirə zamanı işgüzar səs-küy yarana bilər. Burada problem yoxdur. Amma idarə etmə düzgün olmadıqda isə xaotik səs-küy yaranır. Xaotik səs-küy ilə işgüzar səs-küy bir-birini ayırmaq lazımdır. Sonra yoldaşlar, kollektivlə işin qiymətləndirilməsi zamanında nə edir? Müəllim əvvəlcən təqdim etdiyi meyarlar əsasında kollektivi qiymətləndirir və kollektiv də özünü öz qiymətləndirmə vərəqlərindən istifadə edərək qiymətləndirə bilər. Belə yoldaşlar, çox sadə və rahat bir dərsdir.